Bismillahirrahmanirrahim. Allahın salamı olsun əziz İslam Peyğəmbərinə, onun pak əhli beytinə və onların təqvalı mömin sahabələrinə. Sübhün hədisi silsiləsindən 31-ci hədis. İhqaqul Haqq kitabında İslam Peyğəmbərindən sallallahu aleyhi və aleyh belə bir hədis nəql edilir. Buyurulur ki, İslam Peyğəmbəri sallallahu aleyhi və aleyh buyurur: Əddibu əvlədəkum alə hubbi və hubbi əhli beyti vəl Qur'an. Bu, həmin kitabın, İhqaqul Haqq kitabının 18-ci cildinin 498-ci səhifəsində gəlib və bu kitab Əl-Qadi Seyyid Nurullah Əl-Hüseyn Əl-Məraşiyə aiddir, rahməhullah şiə alimlərindəndir. Təliqat yenə şiə alimi olan Seyyid mərhum Məraşi Nəcəfi ağaya aiddir. Allah hər ikisinə rəhmət eləsin, hər ikisi şiənin böyük alimlərindən, əllamələrindən idi. Nəşr edən Məktəbətü Ayətillahil Məraşi. Hədisdə nə buyurulur? İslam Peyğəmbəri sallallahu aleyhi və aleyh buyurur ki, övladlarınızı mənim məhəbbətim üzərində və əhl-i beytimin məhəbbəti üzərində və Qur'an-ı Kərim üzərində tərbiyə edin. Yəni, övladlarınızı tərbiyə edin. Bizi, məni sevsinlər və mənim əhl-i beytimi sevsinlər və Qur'an-ı Kərimi sevsinlər. Bu sevgi üzərində övladlarınızı tərbiyə edin. Həmin hədisə qayıdır ki, Səqələyn hədisində, hansı ki şiə və sünni mötəbər səhih mənbələri qeyd edir, Peyğəmbər sallallahu aleyhi və aleyh ümmətə iki əmanət qoyur, Qur'an və əhl-i beyt. Buyurur ki, bunlardan yapışsanız heç zaman azmazsınız. Biri Qur'andır, bir də əhl-i beytdir, aleyhissalam. Elə o varlıqlar ki, onlardan yapışsaq azmarıq, elə onları da sevməliyik və övladlarımızı da həmin sevgi üzərində böyütməliyik. Baxın, burada çıxan birinci nöqtə bundan ibarətdir ki, ədəbləndirmək, təədib mütləq vacibdir. Hətta adi insanlar da, heç dindar olmayanlar, hətta bəlkə ateistlər belə cəmiyyətə övladları çıxır, insan arasına çıxır deyə istəməzlər övladların insanlara əziyyət versinlər. Övladları əziyyət verəndə bu ata-anaya bir məzəmmət sayılır və məcburdular övladlarını tərbiyə eləsinlər. Öz qayda qanunlarına uyğun şəkildə, öz əxlaq normalarına uyğun şəkildə başlayırlar övladlarını tərbiyə etməyə. Yəni, misdaqlar hər necə olur olsun, növ necə olur olsun, üslub necə olur olsun, tərbiyələndirmə hər kəsdə var, fitri bir şeydir. Heç kəs övladının tərbiyəsi olmasını istəməz. İslam dini də bu məsələyə xüsusi önəm verib və xüsusi olaraq İslam əxlaqı ilə əxlaqlanmağı tapşırıb. İslam da Peyğəmbərdən sallallahu aleyhi və aleyh sonra Qur'an və əhl-i beytin əli ilə yayılmalıdır. Əhl-ül beyt aleyhissalam Qur'an-ı Kərimin marifini, Peyğəmbərin hədisləri insanlara çatdırmalıdır və onların sevgisi üzərində övladlar tərbiyə edilməlidir. Və övladlar, insanlar o zaman əhl-i beytin və Qur'anın aleyhissalam məhəbbəti üzərində tərbiyə olunur ki, onları sevirlər və araşdırırlar, oxuyurlar, baxırlar, görsünlər Qur'an nə buyurur, əhl-i beyt aleyhissalam nə buyurur. Bu cür deyil ki, heç oxumayaq, Qur'an qalsın, toz bassın, hədislərə müraciət etməyək. Elə iddia edək ki, biz əhl-i beyti sevirik və Qur'anı sevirik. Sevirik, nəyə görə sevirik? Hansı əsasla? Biri bizdən soruşa bilər ki, sən niyə əhl-i beyti sevirsən? Nə baş verib ki, sevirsən? Nə fayda görmüsən ki, sevirsən? Və biz də onlara müəyyən mənada Qur'andan və hədisdən danışıb deməliyik ki, bu əsaslarla biz Qur'anı və əhl-i beyti sevirik. Və burada İslam Peyğəmbəri sallallahu aleyhi və aleyh buyurur ki, mən və əhl-i beytim. Bu sevgi də bəzi müsəlman tayfaların sevgisi kimi deyil ki, sən deyəsən, mən Əlini də sevirəm, aleyhissalam. Onun düşməni Muaviyyəni də sevirəm. Mən İmam Hüseyni də sevirəm, aleyhissalam. Onun qatili Yezidi də lənətullah aleyh sevirəm. Bu cür sevgi həqiqi sevgi deyil. Heç bir müsəlman fərz elə Öməri sevdiyini iddia edirsə, Ömərin qatilini sevməz. Muaviyyəni sevdiyini iddia edirsə, Muaviyyənin qatilini sevməz. Amma gəlir bəzi tayfalar deyirlər ki, biz Muaviyyəni də sevirik, İmam Əlini də aleyhissalam sevirik. Və başlayırlar həm İmam Əliyə sevgi göstərirlər, ona radiyallahu anhu, Allah ondan razı olsun deyirlər, həm də onun düşməni olmuş Muaviyyə. Bu həqiqi sevgi deyil. Niyə görə? Ona görə ki, sən əgər həmin dövrdə yaşasaydın, Muaviyyəni də sevirsən, İmam Əlini aleyhissalam. Bu iki şəxs bir-birinə savaşıb. Muaviyyə üsyan edib,
qanunu İmam Əlinin əleyhissalam qanunu hökumətinin əleyhinə, sən ikisini də sevirsənsə, əgər sən heç vaxt orada İmam Əlinin əleyhissalam müdafiə etməyəcəkdin. Niyə? Çünki sənin qəlbində Muaviyənin də sevgisi var. Bir qəlbdə ki, Muaviyənin sevgisi var, o qəlbdə heç vaxt İmam Əlinin əleyhissalam Peyğəmbərin sevgisi ola bilməz və də Quranın sevgisi ola bilməz. Ona görə də həqiqi sevgi odur ki, İmam Əlinin əleyhissalam, Əhlül Beyti əleyhissalam sevirsən və düşmənlərindən də bərisən, uzaqsan. Düşmənlərinə də nifrət edirsən. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.